Şirmandan gəldik Tehrana nümayişgaha. Parki polisdə nümayişgah qoymuşduq. Nümayişgah bəharidir. Bir bayrama bir ay qalırdı iniş illəri. 2 il bundan qabaq. 2 il bundan qabaq. Umid 4-5 günün nümayişgaha çəkib döşəməyimiz, əlinizə atıb bariyat getmək. Bir xoşlu olan yatlar bir tif vurub gəlirdi. Mən öz tipimlə, onların tipinə baxırdım. Deyirdim Allah, mən zırramıyam. Bax hesaba gedə mən özümə deyirdim zırrama. Bir başmaqlar giyirdilər, deyəsən bir ləş giyinirdilər, özüm kef eləyirdim. Hesaba get, bir ay orada kollən öz geyişiğimə əzab çəkdim. Daha ki nə idi? Elə biz gecə nümayişgaha bağlayırdıq. Nümayişgah park idi da, parkin içindəydi. Əyləşirdim qıraqda. Gendən gələn kişi, uşaq, qız, arvad. Bəsə kodum Şəhristanı. Mən də deyirəm bilin, mənim tipik qiyafəmdən də Şəhristan uşaqsa. Baş ver, get bir təmiz tip vur, belə. Gəldim evə, dedim məni də öldürələr, çəsban libas geyinərəm. Ya gərək ləş geyinəm, başmaq, ağa bu başmağı da giymərəm. Hədə ayaqqabı giyirdim, hədə laməzdir. Deyəndə ayaqqabı İndi qardaş, sən gələn deyirsən, bunlar niyə belədir? Adam gördükcə, fikir qoyduqca özü də dəyişilir. Bəli bir dəfə bağışlayalım, mal gəlir, mal gedir. Elədir.